İmişli'de abadlaştırma adı altında sökülen mülkler kasıblara, korunan ve tikilən mülkler oligarxlara ve oligarx memurlara aid edildi. Ama çok qəribədir ki, yaxın ümummilli liderinin böyük bir şəkilini iki oligarxın mülkünü qorumaq üçün çəkilən hasarın arxasında gizlətdilər. Hələ bu harasıdır? İrəlidə görəcəyiniz sujetdə həmin portretlə bu məmurlar hansı oyunları durğuzdular, onun şahidi olacaqsınız. Diqqət! Ay millət! Əgər bunlar özünün ümummilli lideri ilə bu cür rəftar edirlərsə, axı görün bizləri nə bəlalar gözləyir. Əgər bunlar özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün öz ümummilli liderlərinə xəyanət edirlərsə, görün bizi hansı xəyanətlər gözləyir. Bunlar həmin şirin ocağlar tüstüsün qaldırdılar, amma bütün xalqa ümummilli lider kimi təbliğ etdikləri özlərinin liderlərinin portretini həmin parkdan çıxararaq elə həmin parkın Heydər Əliyev parkının ocağının tüstüsünü söndürdülər. Baxın, İmişlidə kasıb küsbün obyektləri söküldü. Deyək ki, lazım olan idarələri bunlar təmirə dayandırdılar. Peki, ölkə büdcəsindən ayrılan pulun canı sağ olsun. Analogu olmayan park. Bakın. Gördüğünüz gibi həmin portret indi ayağı üstə deyil. Bax beləcə ağzı üstə yerə sərilmiş formatdadır. İndi siz deyin, əgər bunlar öz ümummilli lideri ilə bu cür rəftar edirlərsə, bizi hansı bəlalar gözləyir, ha? Ölkə başçısı bunu əgər görürsə, mən düşünürəm ki, hər halda bir reaksiya verər. Verməzsə, öz atası da özü bilər. Valla, biz nə deyə bilərik ki? Bu Heydər Əliyev portretini niyə sökürsünüz ki? Ha? İki tane restoranı gizlətməkdən ötürü? Ha? Bu boyda parka bu zaboru niyə çəkmişsiniz ki? İki restoranı gizlətməkdən ötürü? Ha? Həmin Şirvan Heydər Əliyevdən sizə nətər şirin gəldi? Şirinliyi partladacaq ha sizi?